Mən heç kimi təzədən analiz eləmək fikrində deyiləm. Analizləriniz varsa təzə, keyfiyyətli, əlinizdə, gəlin ona baxaq, müalicəmizi eləyək. Problem yoxdur. Lap sizə kimsə müalicə yazıbsa, çox gözəl. Gəlin o müalicəsinə də baxaq doktorun. Əgər o yaxşıdırsa, çox gözəl. Biz də ona bacardığımızdan əlavələr eləyərik. Yəni, əsas o deyil ki, hansı doktor sizi müalicə eləsin. Əsas odur ki, siz sağalasınız. Yəni, mən bunu səmimi deyirəm. Mənim yanıma, məsələn, insanlar gəlir, deyir, məsələn, müalicə deyir ki, həkim, olarmı mən başqa bir həkimlə də məsləhətləşim? Deyirəm, qardaş, get məsləhətləş. Əgər o həkim nəsə yaxşı bir şey desə, gəl onu mənə də deyim, mən də ondan xeyir götürüm. Yəni, bu həyat belə gör-götür dünyasıdır. Heç kim özünü çəkib dayanmasın. Hər bir insanın bilmədiyi şey. Mənim özümün, məsələn, 31 ildə həkim işləyirəm, 35 ildə tibbi stajım var. Amma mənim özümün çox bilmədiyim şeylər var. Mən onu hamıdan öyrənirəm, hamıdan. Hər bir adamdan demirəm ki, yox əşi, bu dünən qutarıb ünüstü.